Salam şagirdlər, bu dərsimizdə sizlərlə baxaq Arximed qüvvəsi mövzusundan olan məsələlərin izahlarına. Başlayaq birinci sualdan. Maye və ya qaza batırıldıqda cismə təsir edən yuxarıya yönəlmiş qüvvə necə adlanır? Bu qüvvə hansı fiziki əməliyyatlardan asılıdır? Biz öyrənmişik ki, istənilən bir maye və yaxud da qaza batırılmış cismə həmin cismin ağırlıq qüvvəsinin əksi istiqamətində maye və qaz tərəfindən şaquli istiqamətdə yuxarıya doğru bir itələyici qüvvə təsir edir və bu qüvvəyə biz Arximed qüvvəsi demişdik. Yəni maye və qazlar tərəfindən ağırlıq qüvvəsinin əksi istiqamətində cismə təsir edən qüvvə Arximed qüvvəsi adlanır və Arximed qüvvəsi F bərabərdir Rho maye və cisim vuraq J. Bu düsturdan hesablanırdı. Düsturdan göründüyü kimi Arximed qüvvəsi nədən asılıdır? Mayenin sıxlığından asılıdır, düz mütənasib, cismin həcmindən asılıdır və bu kəmiyyətlərdən asılıdır. Və yadımıza saxlayırıq, Arximed qüvvəsi asılı deyildi. Nələrdən? Cismin kütləsindən, cismin sıxlığından və cismin mayeyə batma dərinliyindən. Bu kəmiyyətlərdən asılı deyildi. Asılı olduğu kəmiyyətlər mayenin sıxlığı, cismin sıxlığı və sərbəstləşmə təcrübəsinin qiymətindən. Bu kəmiyyətlərdən asılıdır. Baxırıq ikinci suala. Mars səthində NASA tərəfindən göndərilmiş Sojourner zondu fəaliyyət göstərir. Zonda yer kürəsindəki sınaqlar zamanı yer atmosferi tərəfindən təsir edən Arximed qüvvəsi Marsın səthində olarkən təsir edən Arximed qüvvəsindən neçə dəfə böyükdür? İndi bu zonda yer atmosferində olarkən təsir edən Arximed qüvvəsi yazırıq F Arximed yerdə bərabərdir. Onda yer atmosferinin sıxlığı olacaq da Rho yer vuraq zondun həcmini bir V ilə yazaq, bir də vuraq J. Yerdə J-nin qiyməti də fərqlidir də Marsdakından. Bərabərdir, bunu hesablayaq. Rho-nun qiyməti yerdə 1,2 vuraq J-nin qiyməti 9,8. V də qalsın da zondun həcmini verməyib bizə. İndi bunu hesablayaq. Mən kalkulatorda yazacağam ki, tez vaxtımız getməsin. 1,2-ni vurmalıyıq 9,8-ə. Buradan cavab alınır 11,76. 11,76 V. İndi eyni ifadəni Mars atmosferi üçün yazsaq, yəni Mars atmosferi tərəfindən bu zonda təsir edən Arximed qüvvəsinin düsturunu yazsaq, olacaq Marsda atmosferin sıxlığı vuraq zondun həcmi vuraq Jm. Yəni Marsdakı J-nin qiyməti bərabərdir. Rho-nun Marsdakı qiyməti 0,2 vuraq J-nin qiyməti 3,7 Marsda, bir də vuraq V. Buradan alırıq 0,2-ni vurmalıyıq 3,7-yə. 0,1074. 0,1074 V. İndi bizə nə sual verdi? Marsın səthində olarkən təsir edən Arximed qüvvəsindən neçə dəfə böyükdür? Yəni biz bu nisbəti tapmalıyıq da. Nisbəti tapanda V-lər ixtisar gedəcək. Yəni biz 11,76-nı bölməliyik 0,1074-ə. 0,1074-ə. Buradan da təqribi cavab yazacağam. Təqribən alınır 158 dəfə böyükdür. Yəni tam hissəsini yazdım. 158 dəfə böyükdür. Sonra baxırıq üçüncü suala. Yük gəmilərinin üzərində Plimsoll xəttlərini göstərən sxem çəkilir. Xəttləri məqsədi gəminin alt hissəsinin dəniz döşəməsinə dəyməsinin qarşısını almaqdır. Gəmi yükləndikcə yükün miqdarına görə onun daha çox hissəsi suya batır. Yəni yükləndikcə ağırlıq qüvvəsi artdığı üçün gəminin suya batması da daha çox olacaq. Su səviyyəsinin hansı xəttin üzərində olmasına əsasən gəminin daşıyacağı maksimum yük müəyyən edilir. Gəminin batmayıb suyun səthində qalması üçün ona təsir edən ağırlıq qüvvəsi Arximed qüvvəsinə bərabər olmalıdır. Bu cisimlərin mayedə üzmə şərtidir. Yəni biz demişdik ki, əgər cismin ağırlıq qüvvəsi maye tərəfindən cismə təsir edən Arximed qüvvəsinə bərabər olarsa, bu zaman cisim mayenin səthində üzür. Yəni bir hissəsi mayenin daxilində olmaqla mayenin səthində üzürdür. İndi şəklə əsasən aşağıdakı suallara cavab verməliyik. Birinci sualda deyir ki, suyun səviyyəsi S xəttinin üzərindədirsə, gəmiyə yük əlavə etdikdə su səviyyəsi hansı xəttin üzərində ola bilər? İndi biz gəmiyə yük əlavə ediriksə, deməli gəminin çəkisi artır da. Gəminin çəkisi artırsa, demək gəminin suya batması daha da çoxalacaq.
Yəni əvvəlcə gəminin suya batma səviyyəsi S xəttinin üzərindədir. Demək ki, əlavə yük olduqca gəminin suya batması artdığı üçün indi baxırıq su səviyyəsi hansı xəttin üzərində ola bilər? W xətti bu zaten suyun daxilindədir. Bu olmaz. WNA xətti bu da suyun daxilindədir. Ən aşağıda nöqtədir. Bu olmaz. T xəttinin üzərində ola bilər, bəli. Yəni müəyyən qədər yük vurulandan sonra gəminin suya batması artdıqca, yəni su səthi buraya kimi qalxa bilər. Yəni birinci sualda cavabımız 3T xətti olmalıdır. İkinci sual, gəmi yük boşaltmadan və yük əlavə etmədən, yəni gəminin çəkisini dəyişmədən şirin sulu göldən suyu duzlu olan dənizə keçdikdə su səviyyəsi hansı xəttlərin arasında ola bilər? Biz buradan bilməliyik ki, bir anlayışı artıq buradan əzbər bilməliyik ki, şirin suyun sıxlığı duzlu suyun sıxlığından azdır. Yəni gəmi şirin sulu göldən duzlu su olan gölə keçirsə, deməli sıxlığı daha böyük olan mayenin içərisində üzəcək. Sıxlıq artdığı üçün də biz yuxarıda qeyd elədik ki, Arximet qüvvəsi mayenin sıxlığından cismin həcmindən asılıdır. İndi mayenin sıxlığı artdısa, demək maye tərəfindən cismə təsir edən Arximet qüvvəsinin qiyməti də artacaq. Yəni yuxarıya təsir edən Arximet qüvvəsi artdığı üçün deməli gəminin suya batması azalacaq. Duzlu su olan yerdə. İndi bizə deyir ki, burada su səviyyəsi hansı xəttlər arasında ola bilər? Hazırda S səthindədir. Deməli, T ilə S arasında ola bilməz. 1 ola bilməz. Çünki T ilə S arasında olması üçün gəmi biraz da batmalıdır. Biz dedik ki, sıxlığı daha çox olan mayenin içinə girdiyi üçün gəminin suya batması azalacaq. Yuxarı qalxacaq gəmi. T ilə F arasında yenə də ola bilməz. T ilə F də yuxarıdadır. T, S ilə W arasında ola bilər. Bəli, müəyyən qədər yuxarı qalxsa, yəni S ilə W arasında ola bilər. Burada da cavabımız 3 olmalıdır. Sonra baxırıq 4 nömrəli suala. Şəkildəki kimi tamamən suya batırılmış basketbol topunun kütləsi 0,6 kiloqram, həcmi 250 kub santimetrdir. Top sükunətdə olarsa, qüvvə diaqramı çəkərək ona təsir edən ağırlıq qüvvəsinin, Arximet qüvvəsinin və əl tərəfindən təsir edən qüvvənin qiymətini göstər. Topa şəkildəki ki, əl tərəfindən təsir edən qüvvənin qiymətini hesablamaq lazımdır. Suyun sıxlığını burada 1000 kiloqram bölünsün kub santimetr yox, kub metr olmalıdır burada suyun sıxlığı. J'nin də qiymətini dəqiq göstərir 9,8. Ümumiyyətlə bu məsələdə verilən qiymətləri üçün deyəsən yanlışlıq var. Bu məsələnin cavabı sonunda mənfi çıxır, amma qüvvənin də qiyməti mənfi ola bilməz də. Və ilk növbədə qüvvə diaqramını göstərsək, bu topa təsir edən bir ağırlıq qüvvəsi var. Aşağı istiqamətdə F ağırlıq. Sonra əllə təsir edən qüvvə də, yəni ki, topu mayenin daxilində saxlamaq üçün əllə təsir edən qüvvənin istiqaməti o da aşağı olacaq. Bir də maye tərəfindən bu topa təsir edən Arximet qüvvəsi var yuxarıya doğru. İndi məsələdə bizə deyir ki, top mayenin daxilində bu vəziyyətdə sükunətdə olarsa. Sükunətdə isə demək ki, topa təsir edən bu üç qüvvənin əvəzlədicisi nə olmalıdır? 0 olmalıdır. Əvəzlədici qüvvə 0 olması üçün demək ki, yuxarı təsir edən Arximet qüvvəsi aşağı təsir edən digər iki qüvvənin cəminə, yəni F ilə F ağırlığın cəminə bərabər olmalıdır. İndi bizdə məsələdən əl tərəfindən təsir edən qüvvənin qiymətini, yəni F istəyir. Buradan F-i tapsaq, F bərabər olacaq nəyə? F Arximet çıx F ağırlıq. Bu da bərabərdir. Arximet qüvvəsinin ifadəsi rho maye və cisim vuraq Ş çıxaq. Ağırlıq qüvvəsində ifadəsi M vuraq Ş. İndi qiymətləri yerinə qoyuruq. Mayenin sıxlığı 1000 verilib bizə. Vururuq. Cismin həcmini yuxarıdan qeyd edirik. Cismin həcmi 250 santimetr kubdur. Bunu metr kubu ilə ifadə eləməliyik. 1 kub santimetr 10 üstü mənfi 6 metr. Yəni 0,1 metr kubuna bərabərdir. Qısaca olaraq yazırıq. 10 üstü mənfi 6 metrin kubuna bərabərdir. Və cismi yerinə yazıram. 250 vuraq 10 üstü mənfi 6. Bir də vuraq J'nin qiyməti 9,8. Çıx. MJ. M-in qiyməti 0,6. Vuraq J'nin qiyməti 9,8. Bərabərdir. İndi bunu hesablayacağıq biz. Burada deməli 1000-in 3 dənə sıfırı, bir də 250-də bir dənə sıfır, yəni 4 dənə sıfırı 10 üstü mənfi 6-da milyonda 1-in 4 dənə sıfırla ixtisar getsə, burada qalacaq 10 üstü mənfi 2. Yerdə nə qaldı? 25 vuraq 9,8 vuraq 10 üstü mənfi 2 də %1 deməkdir də uşaqlar. Deməli yazırıq 25 vuraq 9,8 bir də vururuq
10 üstü mənfi 2 %1. 0 tam %1. Alırıq 2 tam %45. 2 tam %45. Çıxaq. 0,6-nı da vururuq 9,8-ə. 0,6 vururuq 9,8-ə. Buradan da alırıq 5 tam %88. 5 tam %88. Bu da bərabərdir. İndi buradan biz fərqi tapsaq, çıxırıq 2 tam %45. Cavabımız alınır 3 tam %43. 3 tam %43 Newton olmalıdır. Əslində mənfi alınır, amma mənfi olmamalıdır da. Cavab burada 3 tam %43 Newton olmalıdır. Və məsələnin həlli bu qaydada olmalıdır. Sonra baxırıq 5-ci suala. Kütləsi orta hesabla 100 ton olan mavi balina üfüqi istiqamətdə sabit sürətlə üzür. Dəniz suyunun sıxlığı 1030 kq/m olarsa, mavi balinaların ortalama həcmini soruşur bizdən. Biz bunu yazacaq sıxlıq düsturuna görə. Sıxlığın düsturu necə idi? Rho bərabərdir M bölünsün V. Buradan həcmi tapsaq V bərabərdir M bölünsün Rho. Yəni həcmi tapmaq üçün balinanın kütləsini biz bölməliyik sıxlığına. Daha doğrusu indi burada kütləsi orta hesabla 100 ton olan mavi balina üfüqi istiqamətdə kütlə balinanın kütləsi verilib. Üfüqi istiqamətdə sabit sürətlə üzür. Dəniz suyunun sıxlığı 1030 kq/m olarsa, mavi balinanın ortalama həcmini hesablayın. Bu nəticəni də biz cisimlərin üzmə şərtindən alarıq uşaqlar. Demək, bu yuxarıdan göstərək. Bu ifadəni silək buradan. Bax, bizə məsələ şərtində deyir ki, balina üfüqi istiqamətdə sabit sürətlə üzür suyun içində. Biz demişik ki, cisim mayenin səthində və yaxud da daxilində üzmə şərti o vaxt mümkündür ki, cismə təsir edən Arximed qüvvəsi, maye tərəfindən təsir edən Arximed qüvvəsi onun ağırlıq qüvvəsinə bərabər olsun da. İndi cisim mayedə üzürsə, bu şərt mütləq şəkildə ödənməlidir. İndi Arximed qüvvəsinin ifadəsi necə idi bizdə? Rho maye və cisim vuraq J bərabərdir. Ağırlıq qüvvəsinin ifadəsi mj. Hər tərəfi J-yə bölsək, bunlar ixtisar gedəcək. Nə qaldı bizdə? Rho maye və cisim bərabərdir M. İndi buradan da V cisim, yəni balinanın həcmini tapsaq, M-i bölməliyik mayenin sıxlığına. Bu da bərabərdir. M balinanın kütləsidir. 100 ton. Kiloqramla yazsaq, olacaq 100.000 kiloqram. Bölək Rho maye. Dəniz suyunun sıxlığı da 1030 kg/m3-ə bərabərdir. İndi buradan bir dənə sıfırlar ixtisar geçsək, alır 10.000. 10.000-i bölməliyik 103-ə. Buradan da təqribi cavab alınır 97,09. 97,09 kubmetr. Belə bir təqribi cavab aldıq. Yəni balinanın həcmi üçün. Sonra baxırıq 6-cı suala. Sualtı qayıqlar böyük həcmli su çənləri və güclü su nasosları ilə təchiz olunur. Nasoslar bu çənlərə su doldura və ya çəndəki suyu dənizə boşalda bilir. Dənizin dərinliklərə enmək və suyun səthinə qalxmaq üçün sualtı qayıqlardakı su nasosları və çənlərdən necə istifadə edildiyini izah edin. Demək, mən bir də yazmayacağım. Burada çox vaxtımız getməsin. Bu çənlər və nasoslar vasitəsilə. Demək, qayığın daha çox suyun dibinə batmasını istəyiriksə, bu nasoslar vasitəsilə qayıqlarda quraşdırılmış bu çənlərin içərisinə su vurulur. Əlavə su vurulur ki, qayığın çəkisi artsın. Çəkisi artdıqca ağırlığı artır. Ağırlıq qüvvəsi Arximed qüvvəsinə nəzərən nə qədər çox olarsa, demək ki, qayıq daha dərinə bata bilər. Daha dərinə bata bilər. Və yaxud da daha dərində olan qayığın suyun səthinə qaldırmaq üçün yenə də bu su nasosları vasitəsilə həmin çənlərdə olan suyu xaric edirlər. Yəni dənizə boşaldılır, suyu xaric edirlər və beləcə qayığın kütləsi, yəni çəkisi azalır. Qayığın çəkisi azalır, yəni ona təsir edən Arximed qüvvəsi azalır. Arximed qüvvəsi daha doğrusu ağırlıq qüvvəsi azalır. Arximed qüvvəsinə nəzərən ağırlıq qüvvəsi azaldığı üçün deməli bu halda qayıq suyun səthinə doğru qalxacaq. Demək, bu qayıqlarda quraşdırılmış su nasoslarının vəzifəsi nədir? Həmin çənlərə suyu vurmaq və lazımi anda suyu boşaltmaq. Suyu vururlar ki, qayığın çəkisi artsın və qayıq daha çox suyun dibinə bata bilsin.
Və yaxud da əksinə, suyun dibində olan qayığın suyun səthinə qaldırmaq üçün yenə də bu nasoslar vasitəsilə bu çənlərdə olan suyu boşaldırlar ki, çəkisi azalsın və suyun səthinə qalxsın. Və bu məqsədlə istifadə olunur su nasosları və çənlərdən.